Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bildiyiniz kimi bugün 28 sentyabr hədəf kurslarında ilk buraxılış sınaq imtahanı keçirilmişdi. Bu ingilis dili üzrə həm 9, həm 10, həm də 11-ci siniflərin izahını kanalda yerləşdirəcəm və imtahanın PDF formasını, eləcə də listeningin, dinləmənin linkini yerləşdirəcəm. Siz o linkə daxil olub əldə edə bilərsəm PDF, həm də dinləməni əldə edə bilərsiniz. Ümumiyyətlə, sınaqların izahları kanala yerləşdirilir və bundan məlumatınız olmaq üçün mütləq şəkildə kanala abunə olmağı unutmayın. Birinci sualdan başlayaq. Listingin sadəcə cavablarını deyəcəm. Dediyim kimi, mətn forması onsuz da yerləşdiriləcək. Oradan götürüb istədiyiniz qədər qulaq asa bilərsiniz. Why do friends, families spend much less money on school compared to other countries deyir. Yəni, fransız ailələr digər ölkələrlə nisbətən niyə daha az pul xərcləyir məktəbə? Çünki mətndə deyir ki, because textbooks are free in France and the state pays extra money. Kitablar, ləvazimatlar pulsuzdur Fransada və ölkə əlavə pul ödəyir orada şagirdlərə. Ona görə cavabımız olur bir də C bəndi. Mətnimiz nə haqqındaydı? Mətnimiz 2-də schools cost in Europe. Avropada məktəb qiymətlərindən danışırdı. Üçüncü sualda, meals and snacks in the UK are the biggest part of the increase deyirdi. Yəni, C bəndi olacaq 3-də cavabımız. 4-də düzgün və səhv olanları istəyir bizdən. Deməli, in many countries the costs grow faster than inflation. Bu düzdür, qiymətlər inflasiyadan daha sürətlə artırdı. 1-də A bəndidir. 2-də in France, parents must buy new editions deyir. Yəni, yeni nüsxələri almalıdır, amma Fransada onları özü verirdi dövlət. Yəni, bu səhvdir. 3-də in Spain, books account for more than 60 yazıb, amma mətndə 70% deyirdi. Ona görə bu da səhvdir. Family spend only 211 euros a year in France. Bu düz idi. Yalnız 211 euro ödəyirdi il ərzində ailələr təhsilə. Bu oldu bizim listeningimiz. Davam edirik. 5-ci. Qısa mətnlərimizə baxaq. Cavidan sent a note to his teachers explaining that he would be late because of traffic. He promised to join the class soon. Cavidan deyir ki, müəlliminə bir qeyd göndərib izah edib ki, tıxaca görə gecikəcək. Söz verib ki, tezliklə dərsə qatılacaq. Deməli, bu what does Cavidan's note show? Cavidanın qeydi nəyi göstərir bizə burada? Apology for being late, yəni C bəndi. Gecikdiyinə görə üzrxahlığı göstərir. 5-də C olur, 6-da. Our class visited the city museum yesterday. Yəni, dünənləri sinifimiz şəhərin muzeyinə baş çəkdi. We saw many interesting paintings and learned about the history of our town. Bir çoxlu maraqlı şəkillər gördük və şəhərimizin tarixi haqqında öyrəndik. The guide explained everything in detail. Yəni, bələdçi bizə hər şeyi detallı şəkildə izah elədi. What is a visit mainly about? Yəni, bu səfər nə haqqındadır? Watching a movie, filmə baxmaq, learning about the town history, şəhərin tarixi haqqında öyrənmək, playing sports deyildi, idman oynamaq, idmanla məşğul olmaq, entertain the guide, bələdçini əyləndirmək, taking photographs, yəni şəkil çəkmək, cavabımız olur B bəndi. 7-də, please don't park your car here. Zəhmət olmasa maşınınızı burada saxlamayın. This area is reserved for emergency vehicles. Yəni, bu ərazi, bu yer təcili, zəruri nəqliyyat vasitələri üçün ayrılmışdır. Bu qeydin məqsədi nədir deyir? To invite people to the park. İnsanları burada park eləməyə dəvət eləmək. To warn people not to park here. İnsanlara burada maşın saxlamaq olmaz. Xəbərdarlığını vermək. Cavabımız olur B bəndi. Davam edirik. Mətnimizə, böyük mətnimizə baxaq. Every creature needs to rest. Hər məxluq istirahətə ehtiyac duyur. Just like eating, sleep is necessary for survival. Yemək kimi yuxu da önəmlidir sağ qalmaq üçün, yaşamaq üçün. Sleep is one of the most important factors for maintaining good health. Yatmaq sağlamlığı qorumağın ən yaxşı yollarından, ən vacib yollarından biridir. İndi mətnimiz burada. Nə haqqında olacaq? Sleep, yuxu haqqında. The importance of
The sleep, yuxunun önəmi. B bəndi. 8-ə davam edirik. 9-cu sual. What happens if you don't get enough sleep? Əgər yatmasan nə baş verər, nə olar? Bunun haqqında variantlara baxaq. We become more productive, we feel more energized and focused, we become healthy and strong, our immune system improve. Bunlar hamısı müsbət şeylərdir. 4 A-dan D-yə qədər. We will experience reduced productivity and face bigger health risks. Yəni məhsuldarlığımız aşağı düşəcək və sağlamlığımızda böyük risklər yaranacaq. Y bəndi. 10-cu sualda children and teenagers need compared to adults. Uşaqlar və yeniyetmələr yetişkinlərə nisbətən ehtiyac duyur nə qədər yuxuya. Burada deyirdi. Deməli, adults generally need 7-9 hours of sleep every night. Hər gün, hər gecə 7-9 saat yetişkinlər ehtiyac duyur. While children and teenagers require even more. Amma uşaqlar və yeniyetmələr daha çox ehtiyac duyur. Onda uşaqlar və yeniyetmələr daha çox yuxuya ehtiyac duyur yetişkinlərlə müqayisədə. 11-də səhv olan cümləni istəyir bizdən. Brain is a key role in processing data during sleep. Yəni beynimiz məlumatı işləməkdə yuxu müddətində önəmli bir rolu var. Lack of sleep over time can cause some illness. Bu düz idi. B-də də düzdür. Az yuxu, yəni yuxu azlığı bəzi xəstəliklərə səbəb olur dedik bunu. During sleep, the brain shuts down completely. Yuxu zamanı beynimiz tamamilə dayanır, fəaliyyətini dayandırır. Amma burada deyir ki, during sleep, the brain process information. Yəni yuxu zamanı beynimiz informasiyaları işləyir. O zaman tamamilə dayanmırmış. Cavabımız C bəndidir. 12-də sleeping is only necessary for children. Təbii ki, bu səhvdir. Yuxu sadəcə uşaqlar üçün vacibdir. Amma dedik ki, yetişkinlər falan, ümumiyyətlə bütün canlılar yuxuya ehtiyacı var. Bunu çıxırıq. Keeping away from electronic devices can improve the quality of the sleep. Elektronik cihazlardan uzaq qalmaq yuxunun keyfiyyətini yaxşılaşdırır, artırır. Bu düz idi. Avoiding electronic devices before bedtime can improve sleep quality. Həmçinin sleeping in a dark and quiet room, qaranlıq və sakit otaqda yatmaq da eləcə də yuxunun keyfiyyətini yaxşılaşdırır. Burada 2 düzdür. 3-də də creating a dark environment recommended before bedtime. Yəni yuxudan öncə qaranlıq bir mühit yaratmaq tövsiyə olunur. Yəni burada cavabımız 2 ilə 3 olar. Davam edirik. On 13-də isimlər cərgəsini istəyir bizdən. Journey, luck, dusty, tozlu deməkdir, sifətdir, important sifətdir, alike, oxşar sifətdir. D bəndi düzdür. Burada da rainy, snowy, yağışlı, qarlı bunlar sifətdir. Cavabımız olacaq D bəndi. Sayılmayan isimlər cərgəsini istəyir bizdən. Grape sayılır, tools, teas olur, painting sayılır. İsim cəmlənə bilirsə o sayılır. Parent, city sözləri sayılır. Həmçinin passage mətndir, sayılır isimdir. Y bəndində də handbag, bel çantası demək təbii ki, sayılan isimdir. Burada sayılmayan isimlərimiz D-dədir. Weather, pudding, wool, news. 15-ci sualda yəli hal istəyir bizdən. Today's lesson, today, yesterday, tomorrow, tonight sözləri yəli hal həmişə apostrof və sinən düşür, özündən sonra isim də verilibdir. Bu yəli haldır, cümlənin xəbəri izdir. Who, what, where'dən sonra gələn apostrof S yəli hal deyil. Yesterday apostrof S-dən düşməlidir. Apostrof S-dən sonra birbaşa aslı yəli əvəzliyi gəlibsə o yəli hal olmur. Həmçinin artikel gəlirsə o yəli hal olmur. A bəndi. 16-ya baxaq. Bizdən mürəkkəb ismi istəyəcək. Bu sualda doğru cavab əslində yoxdur. Yəni, bu sualda problem var. Environment bu düzəltmə isimdir. Happiness düzəltmədir. Independence düzəltmədir. Neighbor sadədir ümumiyyətlə. Experience də düzəltmədir. Bunda çıxıram. Scholarship də düzəltmə isimdir. Yəni, qısaca burada cavab yoxdur. Yəqin ki, bunu sizin xeyrinizə hesablayarlar. 17-ci suala baxaq. The student's achievement. Hər hansısa bir ismi yəli hala cəmdə salanda S apostrof yazırıq. Bir dənə də təzədən S yaza bilmərik. Elə şey varsa səhv. Ignores and Samira's hair. Burada hair saç sözüdür və bədən üzvlərindən danışırıqsa, verilən şəxslərin hər birinə apostrof S qoyuruq. Hair sözü sayılmır deyə cəmlənmir. B düzdür.
Boş apostrof deyə bir şey yoxdur. Apostrofun sağında və yaxud da solunda s olmalıdır. San, məsələn, burada da san sözü ümumiyyətlə yəriyalı həmişə apostrof s-lə düşər. Bu cəmlənməz san sözü. Və hər hansısa bir söz cəmlənəndə də s apostrof yazıb, sonra bir dənə də s yaza bilmərik. Yenə burada boş apostroflar olmaz. Burada cavab B bəndi. 18-də sayılan isim istəyir. Idea sayıla bilir, song sayıla bilir. Idea mücərrəd də olsa sayılır. Sugar sayılmır, advice sayılmır, freedom sayılmır. Cavab olur D bəndi. Davam edirik. Düzəltmə isimlər istəyir bizdən. Glass sözü sadədir. Poultry sadədir. Thunderstorm mürəkkəbdir. Sonra yesterday sözü sadədir. Burada düzəltmə isimlərimiz hardadır? Babysitter də mürəkkəbdir burada. Settlement, brotherhood, information, leksik şəkilçilər var, isim düzəldən şəkilçilər, suffixlər. Ona görə Y bəndi düzdür. 20-də children kökdən dəyişib cəmlənən isimlər yəli həmişə apostrof s-lə düşür, s apostrof olmaz. Burada fikir verin, yenə s apostrof yazıb, sonra bir dənə də s yazıblar. Dedik ki, belə şey yoxdur. Boş apostrof deyə də bir şey yoxdur. Burada kökdən dəyişən isimdir. Woman apostrof s-lə düşüb. Bu düzdür. Y-dir burada. 21-də bizdən tək isimlər istəyir. Shelves cəmdədir. Bunu çıxıram. Furniture sayılmayan isimdir. Bu təkdir. Progress sayılmayan isimdir. Təkdir. Meat sayılmayan isimdir. Təkdir. Lies da Lawson cəmidir. Bit. 2, 3, 4 olur. Cavabımız B bəndi təklər. Yəli hal istəyir bizdən. Murad Sales apostrof s-dən sonra isim varsa yəli haldır. Burada da doctors, care. Bu da yəli haldır. 1 düzdür. Men sözü dedik ki, kökdən dəyişib cəmlənir, apostrof s olmalıdır. Bu 2 səhvdir. Baker burada yenə s apostrof yazıb, sonra təzədən bir dənə də s yazıblar. Belə şey də yoxdur. Cavidans House burada düzdür. İsim varmı? Var. 1, 4, yəni A bənd. 23-də nə istəyir bizdən? Sinonimlər cütünü istəyir. Abroad, home, abroad xaricdir, home evdir. Bunlar antonimdir. Entertainment, fun, əyləncə deməkdir. İkisi də bunlar sinonimdir. Feylə uğursuzluq, luck uğur deməkdir. Example, nümunə, tool, alət, bunlar bir-birinə aidiyyatı yoxdur. Surface, səth deməkdir, surface, distance də məsafə. Cavab B-dir. 24-də səhv olanı istəyir bizdən. A pair of gloves olar. A pieces of səhvdir. Of olanda təyin edici ofdan əvvəlki sözə aiddir. E yazıramsa, burada cəm yaza bilmərəm. Burada cavab B bəndidir. Sonra 25-də yəli hal istəyir. Sonas, decision, apostrof s-dən sonra isim olmalıdır. 1 düzdür. Children kökdən dəyişib cəmlənən isimlər apostrof s-lə düşür. Brown s apostrof yazdım. Bir dənə də s yaza bilmərəm. Səhvdir. Nazrin's house isim var mı? Apostrof s-dən sonra var. Düzdür. Yenə men kökdən dəyişib cəmlənən isimdir. Bu da səhvdir. Cavab olur 1, 4. Bu da oldu bizim qrammatika. S-də verilibdir. Burada da minimum 35 sözdən ibarət şəkilə uyğun şəkildə hekayə qurmaq lazımdır. İnşa yazma lazımdır. Burada hər kəsin fərdi inşası ola bilər və fərdi şəkildə də onu yoxlayacaqlar. Oldu 10 sinifimizin izahı. Aşağıda link qoyacağım. Oradan PDF və listingi götürə bilərsiniz. Kanala da abunə olmağı unutmuruq. Hər birinizə uğurlar.